Salam, hər vaxtınız xeyir olsun. DİM test toplusunun informasiyanın kodlaşdırılması, kompüter qrafikası testlərinə baxacağıq. 51-ci suala baxırıq. Məryəm ismarıc ötürmək üçün kod cədvəli düzəldir. Hər bir ismarıca öz kodunu qarşı qoyur. Kod kimi Məryəm yalnız A, B, C, D, Y, X, Z hərflərindən 5 hərfli sözlər istifadə edir. Kod bu şərtləri ödəməlidir. X, Z hərfləri yalnız ilk 2 mövqedə, yəni 5 hərfli dediyinə görə 5 hərfimizi gəlin çəkək ilk olaraq. X və Z hərfləri yalnız ilk 2 mövqedə olur. Burada X, burada Z olur və yaxud bu əksi Z, X. Digər hərflər isə A, B, C, D, Y hərfləri isə növbəti 3 mövqedə ola bilər. Hər hərf kodda bir dəfə istifadə oluna bilər. Məryəm neçə müxtəlif kod istifadə edə bilər. Hər koddan bir dəfə istifadə edə biliriksə, deməli bu təkrarlanan hərfdən istifadə edə bilmərəm. X və Z-i yazdıqdan sonra əlimizdə 5 hərf olur. Bu 5 hərfimiz növbəti mövqe üçün 5 hal mövcuddur. Digər mövqe üçün isə təkrarlanmaz dediyi üçün, məsələn, A hərfi burada istifadə olunursa, digər mövqe üçün 4 hal mümkündür. Digər mövqe üçün isə 3 hal mümkündür. Bunların hasili isə eləyəcəkdir. 5'i vuracaq 4'ə 20, 20'ni 3'ə vuracaq 60 və burada da bu iki dənədə də 2 hal olduğu üçün 60'ı da 2'yə vuracaq, olacaq 120. 51-ci sualda cavabımız A variantı. 52-ci suala baxırıq. Kompüter sistemində qeydiyyatdan keçmək üçün hər bir istifadəçiyə 7 simvollu şifrə verilir. Şifrədə A, B, C, D bu simvollardan istifadə olunub. Hər bir şifrə kompüter proqramında minimal və eyni tam bayt uzunluğunda yazılır. Bununla yanaşı hər bir simvol ya da ayrı-ayrılıqda minimal mümkün bit sayı ilə kodlaşdırılır. 50 belə şifrənin informasiya həcmi neçə baytdır? Burada ilk olaraq simvolları sayacağıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Gücümüz olacaq 9. İyini tapacağıq burada 9. 2 üstü 3 ilə 2 üstü 4 arasında yerləşir. Bir simvolumuzun həcmi olacaq 4 bit. 7 simvollu şifrə dediyinə görə 7'ni vuracaq 4'ə, olacaq 28 bit. Burada bizə sualımızda minimal və eyni tam bayt uzunluğu dediyinə görə 28'i bitimiz, yəni 32 bit tam şəkildə həm də kiçik, ən kiçik ədəddə də, yəni məsəl üçün tutaq ki, 40'ı da götürə bilərik. 40 bitdə 8'ə bölünür. Amma minimal dediyi üçün biz 32 biti götürəcəyik. Yəni 28'ə ən yaxın biti bayta çevirə biləcəyimiz ədədi götürəcəyik. O da eləyəcək 32 bit. 32 biti də biz bayta çevirsək, böləcəyik 8'ə, eləyəcək 4 bayt. Bir dənə şifrənin 4 baytsa həcmi, 50 dənəsi olacaqdır 200. Buradan da x-i tapanda olacaqdır 200 bayt, yəni C variantı. 3-cü suala baxırıq. Ölçüsü bu pikseldən ibarət olan rastır təsvirinin informasiya həcmi bu qədər olarsa, palitrada olan rənglərin maksimal sayı sorulur. Burada bizə eyni sorulur. Bir dənə həcm düsturumuz var. H bərabərdir. Piksel sayıları vurulsun. I bit. Buradan 256 kilobaytı yazacağıq. Bərabərdə AB 2 üstü 10, 1024 yazıram. 2 üstü 9, 512'ni yazıram. I bit. Burada kilobaytı 208 yazıb 3 üstü 13'ə vuraraq bitə çevirirəm. Bit bərabərdə 2 üstü 19 vurulsun. I bit. Buradan da i'ni tapanda i bərabərdir 2 üstü 21 bölünsün 2 üstü 19, o da eləyəcək 2 üstü 2, yəni 4. İ'mizi tapdıq 4. Rənglərin maksimal sayı dediyinə görə n bərabərdir 2 üstü i düsturundan da i'ni yerinə 4'ü qoyanda olacaq 16. Cavab 16. 54-cü suala baxırıq. 3 səhifədən ibarət olan informasiya həcmi. 3 dənə səhifəmizi çəkək. Bərabərdir 1400 bayta. Hər səhifədəki informasiyanın həcmi özündən sonra gələn səhifədəki informasiya həcmindən 2 dəfə azdır. Yəni özündən sonra gələndən 2 dəfə azdır. Məsəl üçün bura onda olsun, tutaq ki 8x, bura 2 dəfə az 4x, burada olsun 2x. Buranı belə də daha aşağıda da yazmaq olar. Belə olar. 4, 2, bu daha böyükdür. Eyni bir şey olacaq, amma yenə də 4x, 2x və x. Baxın, hər dəfə özündən sonra gələn 2 dəfə azdır. ASCII-də kodlaşıbdır və salam. Həll eləyəcəyik. 7x bərabərdir 1400 bayta. X də bərabərdir 200 bayta. Deyir, ikinci səhifədə neçə simvol var?
Bu tip suallarda 200'ü də aparacağıq, yerinə qoyacağıq bura. 2x bərabərdir. 2 vursun 200, o da eləyəcək 400. Cavab olacaq 400. 55-ci suala baxırıq. 2 fərqli məktub göndərilibdir. İlk məktubun hər səhifəsində simvol, səhifə var. Unicode-da kodlaşdırılıb. İkinci məktubda bu qədərdir. Deyir, ikinci məktubun həcmi birinci məktubun həcmindən nə qədər bayt azdır. Gəlin birinci məktubu tapaq. Birinci məktub bizim düsturumuz var. Sətr vurulsun, simvol vurulsun, səhifə vurulsun. i, yəni burada Unicode-dur, ASCII-dir və yaxud hansısa bir hər hansı əlifbadır. O bərabərdir həcmimizə. İndi bura 256-nı yazaq. 208 vurulsun 10 səhifə. Unicode 2 bayt. Və salam. Bu da olacaq 5120 bayt. Birinci məktubu tapdıq. İndi ikinci məktubu tapaq. 512 simvol var. 209 vurulsun 5 səhifə. ASCII-dədir 1 bayt. Bərabərdir. Bu da eləyəcəkdir 2560 bayt. Deyir, ikinci birincidən nə qədər azdır? Birincidən onda ikincini çıxanda 5120-dən çıxanda 2560 baytı qalacaq 2560 bayt. Yəni cavabımız olacaq bu. 56-cı suala baxırıq. Simvollardan ASCII kodlaşdırılması göstərilib. Burada neçə müxtəlif simvolun kodlaşdırıldığını təyin edin. ASCII-də bilirik ki, bir simvol 1 baytda, o da eləyir 8 bit. İndi bunları 8 biz bölməliyik. 2, 4, 6, 8. Bu da birim. Bunları 8 böldükdən sonra baxırıq ki, bu məsəl üçün birinciyə. Bundan bu simvoldan 0, 1, 0, 0, 4 dənə 0, sonra 1, 0 varmı? Buralara baxacaq, görək onunla eyni olan var. Baxırıq ki, bəli, var. Baxın, bura mən A desəm, burada olacaq A. Çünki eynidir. Eyni simvollara və yaxud siz başqa bir dəyişən adı da verə bilərsiniz. Fərqi yoxdur, hansı bir hərf. Sonra baxaq ikinciyə. 0, 1-dən və sonra bura B deyirəm. Baxın, sonuncu da ondandır B. Buna da B deyəcəm. Amma buradan yoxdur. Buna da C deyirəm. Bu da tam fərqlidir. Deyir, burada neçə müxtəlif simvol var. Burada bir dənə məsəl üçün A var, bir dənə B var, bir dənə C var. 3 dənə fərqli simvol var. Ona görə də 56-cı sualda cavabımız olacaq 3. 57-ci suala baxırıq. Mətn faylının informasiya həcmi 640 kilobaytdır. Mətnin hər səhifəsində bu sətir, simvol var. Neçə səhifə var? Düsturumuz var. H bərabərdir. Sətir, vur, simvol, vur, səhifə, səhifə. Vurulsun i. Burada yerinə yazaq 640 kilobaytı bərabərdir. Sətiri 32 vurulsun 60 simvol, səhifə sayı x, i'miz isə ASCII-də 1 bayt. Kilobaytı bayta çevirəndə 640-ı vuraq 210-a, bayta çevirək. Bu da bu tərəfdə eləyəcək 205, 206. O da eləyir 211 x. X də bərabərdir 211. Yuxarıda da yazacağıq. 640-ı da belə yaza bilərikmi? 640-ı da yaza bilərik. 206 vurulsun 10. Bir də vurulsun 210. Bunlar ixtisar getdi. Burada qalır x bərabərdir 205 vurulsun 10. 205-im də 32 eləyir. 32-ni də 10-a vuranda 320 etmiş olur. 57-ci sualda cavabımız olur 320. 58-ci suala baxırıq. Yenə verilibdir. Eyni düsturdan tapılır. H, yəni həcmimiz 640 kilobayt bərabərdir. Sətir vurulsun, simvol, vurulsun səhifə, səhifəni soruşur, səhifə, simvol verilibdir də orada, onu yerinə yazım elə hazır. Burada simvolumuz 64-dür, səhifəmiz x-dir bilinmir və i'mizdə Unicode-da bir simvol 2 bayt olduğuna 2-yə vururuq. Buradan
640 kilobaytı biz bayta çevirəndə 640 vurulsun 2 üstü 10 bərabərdir 2 üstü 11 2 də buradan 2 üstü 12 bu da x. X də bərabərdir 2 üstü 6 vurulsun 10 vurulsun 3 üstü 10 bölünsün 2 üstü 12. İxtisar gedir. Burada qalır 2 üstü 4 eləyir 16. 16'nı da ona vuranda eləyir 160. 59-cu suala baxırıq. Tələbələr haqqında hazırlanmış məlumat. Buradan yazacağım. Məlumat 1024 simvoldan ibarətdir. Hər tələbə haqqında, bir dənə tələbə haqqında 1024-dən simvoldan ibarətdir. 4096 tələbə haqqında informasiya neçə megabayt olar? Bir tələbə haqqında 1024 simvol, bir simvolunu bilirik ki 1 baytdır. Burada ASCII-də verilibdir. Yəni 1024'dür. 4096'da olacaq x. X'i də tapacağıq buradan. 1024 vurulsun 4096. Bu da baytdır. Biz baytdan da megabayta deyir, informasiya neçə megabayt olar? Baytdan da megabayta keçəndə 220-yə böləcəyik. O da bərabərdir. 210 vurulsun 212 bölünsün 220. İxtisar gedəcəkdir. Bu 222 bölünsün 220 olacaq. Orada da qalacaq 202. O da eləyəcək 4 megabayt. Yəni cavabımız olacaq 59-cu sualda 4 megabayt. 60-cı suala baxırıq. Tələbələr haqqında hazırlanmış məlumat cədvəlində hər tələbə haqqında 1024 simvoldur. Bir tələbə haqqında 1024 simvoldur. 4096 tələbə haqqında informasiya neçə megabayt olar? 4096 tələbə haqqında da 200 və bu Unicode'da verilib. Unicode'da bilirik ki 2 bayta vurmalıyıq. Axırda da vura bilərik. Yəni və yaxud da indi də vurmaq olar. Yəni eyni yenə cavab alınacaq. X bərabərdir 210 vurulsun 212 baytdır. Unicode'da deyildiyinə görə də biz bunu vurmalıyıq 2-yə. Unicode dediyinə görə bu baytlandır. Bizdə megabayt dediyinə görə də 220-yə böləcəyik. O da qalacaq bizdə 203 megabayt, o da 8 megabayt olmuş olacaq. 61-ci suala baxırıq. Tələbələr haqqında hazırlanmış məlumat cədvəlində hər tələbə haqqında məlumat 2048 simvoldur. Bir tələbəyə 2048, 4096 tələbəyə isə 2 megabaytdan neçə dəfə çox olar? Unicode'da bu arada verilibdir. Biz bunun cavabı tapıb 2-yə vurmalıyıq. 2 üstü 11 vurulsun 2 üstü 12. Bir də vurulsun 2 bayt. Çünki Unicode deyir. Tapaq görək. Bu da eləyəcək 2 üstü 23, 2 üstü 24. 2 üstü 24 bayt. 224 baytı da megabayta çevirəndə 220-yə böləcəyik. O da qalacaq 16 megabayt. 16 megabayt informasiya 2 megabaytdan neçə dəfə çox olar? 16 megabaytı da 2 megabayta böləndə olacaq 8 megabayt. Yəni 8 dəfə çox olar. 62-ci suala baxırıq. Mətn faylına səhifə, sətir verib, simvol verib. Bu fayl ASCII-də kodlaşdırılarsa, onun həcmi 4 kilobaytdan neçə dəfə böyük olar? Bizim düsturumuz var idi. H bərabərdir, yəni həcm bərabərdir. Sətir vurulsun, simvol vurulsun səhifə və ASCII dediyinə görə 1 bayta vuraq. Bu da eləyəcək 2 üstü 5 vurulsun 2 üstü 6 vurulsun 40'ı da 2 üstü 2 vurulsun 10 şəklində yazmaq olar. O da bərabərdir. 2 üstü 11, 2 üstü 12 vurulsun 10. Və bayt. Bunu biz kilobayta çevirəndə, baytdan kilobayta keçəndə 2 üstü 10'a böləcəyik. O da qalacaq 42 bayt. 42 bayt 4 baytdan neçə dəfə çoxdur, neçə dəfə böyükdür və yaxud 42 baytı 4 bayta böləndə alınacaq. Bu arada burada bir dənə səhvliyim var. Səhv eləmişəm. Texniki bir səhv. 2 üstü 5 vuranda eləyir 2 üstü 11. 2 üstü 11-də 2 üstü 2'yə vuranda 2 üstü 13 eləyir. 2 üstü 13-lə də 10 ixtisar gedəndə burada qalır 8. 8'i də 10'a vuranda 82 bayt. 82 baytım 4 baytdan neçə dəfə çoxdur deyəndə böləndə o da olacaq 20 dəfə. Böyük olar. 63-cü suala baxırıq. Piksel olan qrafik təsvir 8 rəng çaları malikdirsə, onun həcmini tapın. Əgər rəng çalarımız, yəni enimiz 8-ə bərabərdirsə, orada rənglərinliyimizi tapırıq ki, i bərabərdir, yəni 3-ə.
Düsturumuz var idi. H bərabərdir A vurulsun, yəni piksellər vurulsun. I bit. H da bərabərdir 2 üstü 10, 2 üstü 10 eləyir 2 üstü 20 vurulsun 3 bit. Burada kilobaytla dediyinə görə 2 üstü 13-ə bölürük. Bitdən kilobayta keçəndə 2 üstü 13-ə bölürük. O da qalır 2 üstü 7 vurulsun 3 2 bayt. 128-i də 3-ə vuranda 384 2 bayt olur cavab. 64-cü sualda yenə rəng çalarına malikdirsə onu kilobaytla tapın. Yenə enimiz 2-dir. Buradan i'mizi tapanda bərabərdir. i'miz olur 1 bitə. H bərabərdir piksel 2 üstü 10 vurulsun 2 üstü 10 vurulsun 1 bit. Deyir həcmi neçə 2 bayt olar? Bitdən 2 bayta keçəndə 2 üstü 13-ə bölürük. O da eləyir 2 üstü 7 128 2 bayt olur.